Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir. Onu Efiopiyanın Planlaşdırma və İnkişaf naziri Fitsuma Sefadella qarşılayıb. Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünə məxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub. Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alimtsehay Paulos qarşılayıb. Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. 7 hektar ərazidə inşa olunmuş və 80% yaşıl sahədən ibarət olan muzey 2 möhtəşəm binadan ibarətdir. Bu, nəhəng muzey kompleksi elmi tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Efiopiyanın baş naziri Abiy Əhmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır. Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyə hədəfləyir. Texnoloji tədbirlər və konferanslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir. Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis Əbəbə şəhərinin mərkəzində vaxtilə ölkənin hər yerindən gələn Efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözü gedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub. Memorial girişdə İmperator II Menelik və İmperatriça Taito Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb. Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı həmin dövrə aid nadir artefaktlar, qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir. Leyla Əliyeva Əddis Əbəbənin ən böyük istirahət məkanı olan Dostluq Parkını da ziyarət edib. Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarələrin nümayişi ətrafda sehirli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədalar altında rəqs edən su damlaları, musiqinin akordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.